Bugün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirib. Sədr qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən ilə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var. Bu ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib. Bu həftə sonu keçiriləcək 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanlarında 54.246, iyunun 1-də keçiriləcək 1-ci və 4-cü ixtisas qrupları üzrə imtahanlarda isə 37.692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən ilə müqayisədə təqribən 7 mindən çox imtahan iştirakçısı var. 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı haqqında məlumat verən sədr ümumilikdə 60.489 plan yerinin ayrıldığını qeyd edib. Cədvəldən də göründüyü kimi, ötən illə müqayisədə plan yerləri 2,21% artırılıb. Tədbirdə gələcək imtahan iştirakçılarının davranış qaydalarına da xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edilib. Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırılıb ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Abituriyent öz yazısında, siz bilirsiniz ki yazı işləri hər bir sualın nömrəsi var. O nömrəyə uyğun olaraq həmin o yerdə o cavabını yazmalıdır. Və bu bizim səhvimiz deyil. Kimsə, misal üçün, 81-ci sualın əvəzinə 80-ci sualın cavabını orada yazıbdır. Yazı işləri yoxlananda ekspert də əvvəlcədən məlum olunur ki, 25-ci sual yoxlanılır. Ekspert oxuyur, görür ki, 25-ci sual cavablandırılmıyor. Çünki onun yerində 26-cı sualın cavabı yazılıbdır. Ekspert ona 0 verir və düz eləyir. Sonda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verilib. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.